Salam, mənim YouTube və TikTok izləyicilərim, Instagram izləyicilərim. Bu mənim qızım Aytəndir, 10 yaşı var. Anadan gəlmə bu çanaq çıxığı displaziyası xəstəsidir. 6 dəfə əməliyyat olunub. Çanağında implant var, sol çanağında. Yenidən əməliyyat olunmalıdır, çanağında olan implant çıxarılmalıdır. Eyni zamanda reabilitasiya olunur. Əzələ zəifliyi var, qılçalarında yerimə məhdudiyyətlidir. Və əlavə olaraq bronxial asma xəstəsidir. Bu da onun dərmanları, vitaminləri, hamısını öz hesabımıza alırıq. Yəni dövlət bizə kömək eləmir, nə dərmanlarında, nə də reabilitasiyasında. Xahiş edirəm, kimin imkanı varsa Allaha xatir mənim balama kömək edin ki, o da sağlamlığına qovuşub yaşlıları kimi yeriyə bilsin. Bu da bizim Aytənin rentgeni. Görün, indi görsənə biləcək. Hətta burada adı da yazılıb, baxın. Qurbanova Aytən. Bu da rentgeni. Bu da Aytən. Sabah da 1 iyun Uşaqlar Bayramıdır. Bu əziz bayram günündə mənim balama da uşaqlığını yaşamağına kömək eləyin. Onun 1 manatlarınızla ayağa qaldırın, o da yaşlılar kimi uşaqlığını doya-doya yaşaya bilsin. Çox sağ olun, Allah hər birinizdən razı olsun, təşəkkür edirəm.